Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Dinin əsli mövzusuna davam edirik. Və bu əsillərdən tövhidin üzərində daha çox dururuq. Çünki tövhid dinin elə bir əslidir ki, əgər tövhid doğru, düzgün olarsa, tövhid sağlam olarsa, digər bütün əməllər də doğru, düzgün və sağlam olar. Əgər tövhid batil olarsa, doğru olmazsa, digər bütün əməllər də batil olar. Və inşallah bunu qaydalar üzərindən izah edim, daha da aydın olsun. Deməli, icma edilmiş bir qaydadır ki, İzə bataləl aslu, bataləl fəra. Əsas batil olarsa, fər'i törəmə də batil olar. Əgər əsas doğru düzgün olmazsa, doğru düzgün olmazsa, onun üzərində bina edilən, onun üzərində qurulan fər'i şeylərdə, törəmə şeylərdə ona tabi olaraq, əsasdan asıl olaraq batil olmuş olar, düzgün olmaz. Və yaxud başqa ibarə ilə desək bu qaydanı, İzə batalə şey'u batalə mə fi dimnihi. Bir şey batil olarsa, onun tərkibində olan da batil olar. Bir şey batil olarsa, onun tərkibində olan da batil olar. Olduqca aydındır bu məsələ. Əgər bir dində, bir inancda tövhid batil olarsa, tövhid xarab olarsa, o dinin tərkibində olan bütün digər şeylər də batil olar. Çünki Allah subhanahu teala bir inanc sahibindən onun tövhidini rədd etdisə, ondan sonra digər heç bir əməllərini ondan qəbul etməz. Necə ki, kitab əhlinin dinindəki kimi Yahudi və xristianlarda, eləcə də İslama nisbət olan bir çox firqələr ki var, rafizlər kimi, Qulat sufilər kimi, Quburilər kimi, halbuki onlarda da şirk demək olar ki, yəni kitab əhlində olan şirkdən aşağı qalmır. Eləcə də onlarda yəni əsl sabit deyil, deməli tövhid sabit deyilsə, digər məsələlər də onlarda doğru düzgün olmaz. Ona görə də bu tövhid məsələsi elə bir məsələdir ki, özü özlüyündə, yəni səhih, sabit və doğru olması gərəkən və heç kəsin bu məsələdə ixtilaf etməyəcəyi bir məsələdir. Niyə? Çünki tövhid Qur'anla sabit olan bir əsildir. Qur'anla sabit olan bir əsildir və bu əsil olmazsa digər məsələlər də faydasız olar və bunu da biz müxtəlif ibarələrlə izah etməyə çalışırıq. Necə ki, indi bu dərsdə qaydalar üzərindən bunu başa salırıq. Və yenə qayda olaraq qeyd edim, qaydada deyilir ki, bu da ittifaq olunmuş qaydalardandır. Bayaq zikr etdiyim iki qayda kimidir. İzə ləm yasbut mə huva fil asli, lə yasbut mə fi dimnihi. Əgər əsas olan şey özlüyündə sabit olmazsa, onun daxilində, onun tərkibində olan da sabit olmaz. Yəni bir şeyin özü əsassızdırsa, onun üzərində qurulan və ondan törəyən şey də batildir. Bu həqiqətdir. Əgər bir dində tövhid sabit olmazsa, artıq o dinin daxilində olan heç bir şey sabit olmaz. Yəni doğru olmaz və götürülməz. Və bunun dəlillərini növbəti dərsdə Qurandan daha aydın şəkildə Quran ayələri ilə isbat edəcəm. Lakin istəyirəm ki, sadəcə qaydalar üzərindən bunu başa düşək. Yaxşı, bu qayda hardan götürülüb? Qeyd etdiyim qaydalar da Qurandan götürülüb. Məsələn, Allah subhanahu teala buyurur, Tövbə surəsi 109-cu ayədə, Əfəmən əssəsə bunyənəhu alə təqva minəllahi və ridvan. Kim binasını Allahdan bir təqva və razılıq üzərində qurarsa, fikir verin, əslin sabit olmasına Allah subhanahu teala necə işarə edir? Deyir ki, Əfəmən əssəsə bunyənəhu alə təqva minəllahi və ridvan. Kim binasını necə qurarsa, gör, Əfəmən əssəsə bunyənəhu, kim binasını təqva üzərində, yəni necə gəldi qurarsa deyil, təqva və Allahdan razılıq üzərində qurarsa, xeyrun əmmən əssəsə bunyənəhu alə şəfə cürufin hərin, o mu daha xeyirlidir, yoxsa
binasını dağılmakta olan uçurumun lap kənarında quran bir kəsmi? Görün, yəni Allah Teala sanki deyir ki, əsl zəif olarsa, əvvəla əslin möhkəm olduğuna işarət etdi və sonra deyir ki, əgər əsl zəif olarsa, yəni kök, him bu zəif olarsa bina durar mı? Durmaz, gec-tez söküləcək. Və bizim dediyimiz qayda da budur. Necə ki, məsələn, münafiqlər məscid tikdilər Allah Resulü sallallahu əleyhi və səlləm zamanında və bu məscid, yəni Qur'anın ibarəsi ilə Məscidul Dirar olaraq adlandı. Yəni zərər məscidi. Niyə? Çünki əsas, yəni niyyət batil olduğuna görə onun üzərində qurulan binanın hökmü də batildir. Yəni əsas pozularsa, onun tərkibində olan şeylər də, yəni tərkibində olan məsələ məscid, ibadət, əməl, hamısı da etibarsızdır. Sanki bir dənizin köpüğü kimi. Bir müddət olar, görsənər varlığı, sonra isə yox olub gedər. Necə ki, Allah Teala bunu da qeyd edir. Bu da dediyimiz qaydalara bir növ dəlillərdəndir. Allah Teala buyurur: "Fəəmməz-zəbədu fəyəzhəbu cufəən." Lakin köpük yox olub gedər. Qalmaz. Eyni zamanda Allah Resulü sallallahu əleyhi və səlləm hədisdə buyurur, yəni bu dediyimiz qaydaya bir dəlil olaraq: "Mən amilə amələ leysə aleyhi əmruna fəhuvə raddun." Kim üzərində əmrimiz olmayan bir işi, bir əməli edərsə, o əməl ondan rədd olunar. Kim bizim əmrimiz olmayan bir iş edərsə, bir əməl edərsə, o əməl qəbul olmaz, rədd olunar. Və qaydada nə dedik? Əgər əsl batildirsə, üzərində qurulanlar da batildir. Bu hədisdə demək olar ki, birbaşa dediyimiz qaydanın mənasını ifadə edir. Kim əmrimiz olmayan bir əməl edərsə, onlar rədd olunar. Halbuki edər, əməl edər. Amma qəbul olmaz, rədd olar. Niyə? Çünki əsas batildir axı. Yəni, əgər bir əməl, bir əsas şəriətdə sabit deyilsə, onun tərkibində olan şey də, yəni onun tərkibində olan nədir? Əməlin nəticəsi, əməlin yəni mükafatı, savabı, əməlin və s. Bunların hamısı da sabit olmaz. Yəni ki, batil olar. Və ona görə hərdən təəccüblənirsən, baxırsan ki, məsələ, biz tohiddən belə danışanda, bəzi şiyələr bizə deyirlər ki, sizin dediyiniz tohid doğrudur, biz bunu qəbul edirik, haqdır, lakin digər məsələlərdə, məsələ imamət məsələsi, səhabələr mövzusu, xilafət məsələsi və s. Deyirlər ki, biz burada öz əqidəmizdəyik. Yaxşı. Əgər əsas olan bir məsələdə sən şiyəliyi qəbul etmədinsə və etiraf edirsən ki, onlarda məsələ şirk var və sizin dediyiniz tohid haqdır, doğrudur, Qur'ana müvafiqdir. Əgər bu məsələdə sən şiyəliyi qəbul etmədinsə, onun üzərində bina edilən furu məsələləri necə qəbul edirsən? Və yaxud dediyim məsələ imamət kimi və yaxud xilafət kimi, yəni səhabələr haqqında olan müəyyən məsələlər və digər məsələlər kimi. Yəni, əgər sənin öz etirafınla şiyəlik tohiddə sabit deyilsə, o zaman digər məsələlər, yəni digər məsələləri sən ondan, yəni şiyəlikdən necə götürürsən? Və yaxud belə deyək, əgər sən dinin əsli məsələsi olan tohidi əhl-i sünnədən götürürsənsə, bu məsələdə etibar edirsənsə, o zaman başqa məsələləri niyə götürmürsən? Bu ziddiyyat deyilmi? Əlbəttə ki, bu ziddiyyatdır. Əgər Allah subhanahu ta'ala əhl-i sünnəni, xüsusən də sələfi xəttində olanları tohid məsələsində müvəffəq edibsə, tohid məsələsində, yəni bu əsl məsələdə onlar haqq üzrədirlərsə və onlar şirkdən, bu əslin ziddi olan, bu əsli dağdan parsalayan şirkdən uzaqdırlarsa, deməli, dinin əsli onlarda sabitdir. Və dinin əsli sabit olduqda da, digər məsələlər də artıq qəbul yönündən, qəbul baxımından nədir? Dəyər qazanır və götürülməyə daha layiqdir. Və bu qədər yetər inşallah. Növbəti dərsdə tohidin, dinin əsli olmasına Qur'an və sünnədən dəlilləri qeyd edəcəm.
Düzünü Allah bilir. Və sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və ashabihi ecmain.